Qaynar xəttimizə daxil olan şikayətdə Sabunçu rayon sakini Gülnar İsmailova bildirir ki, anasının müalicəsi üçün yaşadığı evi Lalafo elan saytında satışa çıxarıb. Lakin dələduzlarla üzləşib. Şikayətçinin sözlərinə görə naməlum şəxslər onu aldadaraq evini əlindən alıb və pulunu mənimsəyiblər. Orada mənə Ticayət Qəmbəroğlu adlı şəxs mənə yazdı. Evi satırsınız, bəli, gəlib baxmaq istəyirik. Həmin günü axşamı 3 nəfər şəxs mənim evimə gəldilər, baxdılar. Biri Feyzullayev Aslan Feyzullayev, Qəmbərov Ticayət, bir də Məmməd Rəhim adlı şəxslər idi. Evimə gəldilər, baxdılar. Öncə razılaşmadıq, həmin gecə bunlar getdilər. Sonra axşam Ticayət Qəmbərov mənə yazdı ki, mən sizin durumunuza baxdım, anan ağır xəstədir, bəs övladım var, vəziyyətin də çətindir, ona görə evi satırsam, Feyzullayev Aslan tərəfinə sizə bir təklif var, istəyirsinizsə biz səhər gələk, onu sizə deyək. Səhər açıldı, bunlar gəldilər, mənə təklif elədilər ki, mən evdən çıxım, kirayəyə, mənim evimin elə bil ki, damı aşağı idi, biraz evə əl gəstirsinlər, əslində yol qırağı olduğuna görə, mərkəz olduğuna görə, torpağın ərazisi də böyükdür, ev yaxşı qiymətə satılacaq. Mən kirayəyə çıxdım, sonra anamla başım qarışdı, 2 ay keçdi, arada bir soruşuram, mən evimə gedib baxmaq istəyirəm, evimə baxmağa qoymurlar. Bu səfər də mənə bəhanə elədilər ki, bələdiyyə sənəti olmadığına sən kommunallara imza çəkməlisən. Düzü biraz şübhələndim, narazılıq eləmək istədim. Məni məcbur elədilər ki, bu qədər iş görmüşük, sən neynirsən, niyə belə eləyirsən? Mənə pul lazım idi, təcil, anamın vəziyyəti ağırlaşmışdı. Nəsə düşünəcək, yəni bir durumum da yox idi. Məcburiyyət qarşısında o kommunalların sənətinə 12 bölmədə qarşısındakı notariusda. Getdim kommunalların sənədinə, zaten işıq, su, qaz görürəm də, qol çəkdim ki, mənə bələdiyyə sənəti alacaqlar. Oradanca sənəti götürüb, gedib bələdiyyəni də götürərlər, mənim evimi satarlar, mən bir dənə imzanın qurbanı oldum. Dələduzluqda adı hallanan şəxslərlə əlaqə saxladıq. Onlardan yalnız biri zəngimizə cavab verdi. Mən avqust ayının 5-də 2025-ci ildə evimdən çıxarılaraq Sabunçu rayon polis bölməsinə gətirmişəm. Daha sonra haqqımda həbs qəti imkan tədbiri seçildi. 08-12-2025-ci il tarixinə qədər həbsdə saxlanılmışam. Yekun məhkəmə isə fevral ayının 26-sında olubdu. Gülnar xanımın epizodunda mənə bəraət verilirdi. Digər şəxslər ki, hansı ki adını çəkir, onlar işdən öz yaxalarını qurtarmaq üçün bütün ibtidai istintaqı ən əvvəl günündən yanlış yönləndiribdilər. Evə alan başqasıdır, satan başqasıdır, alqı-satqıya gedən başqasıdır. Ən axır epizodda bir dənə ad çəkilir ki, bəs ev satılıb, o olub, bu olubdu, oradan orxana 9000 manat pul çatdı. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, həmin vətəndaşın ev satmaq vədi ilə aldadılaraq maddi vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə daxil olmuş müraciət əsasında araşdırma aparılıb. Dələduzluq faktı üzrə başlanan cinayət işində təqsirləndirilən 1985-ci il təvəllüdlü Aslan Feyzullayev və 2003-cü il təvəllüdlü Orxan Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar. Cinayət işi üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Əgər vətəndaşın qeyd etdiyi kimi, onun etibarından sui-istifadə və aldatma yolu ilə onun əmlakı satılmış və əmlakın satılmasından əldə edilən pul vəsaiti ələ keçirilmişdirsə, hesab edirəm bu vəziyyətdə dələduzluq cinayətinin əlamətləri mövcuddur. Belə olan halda vətəndaş hüquq mühafizə orqanlarına müraciət etməlidir və bu şəxslərin əməllərinə istintaq araşdırması nəticəsində hüquqi qiymət verilməlidir. Eyni zamanda ona dəymiş zərərin ödənilməsi barədə cinayət işinin tərkibində mülki iddia qaldırmaq hüququna malikdir vətəndaş və yaxud da ki, mülki məhkəmə icraatı qaydasında müstəqil olaraq iddia qaldırmaq hüququna da malikdir.